Axşamınız xeyir dəyərli yoldaşlar. Bugün biz sizlə Financial Accounting Syllabus'undan Study-Hub tipli testlərin izahına baxacağıq. Dördüncü mövzunun izahına baxaq. Başlayaq birinci sualımızdan. Deyir ki, which two of the following document are sent by a business to the customer? Aşağıdakı verilənlərdən hansı ikisini biznes öz müştərisinə yollayır? Onda bizim biznes burada supplier kimi çıxış edir. Supplier customer'a yollayır. Baxın, əvvəlcədən o qeyd edeyim ki, yəni final examda düşən misallarda adətən bu cür bizdən iki variantı eyni anda istəyir. Mən bunu bir Excel faylda özüm üçün qeyd eləmişəm. Customer nələr göndərir, supplier nələr göndərir. Bunları hardan almışam deyə soruşsanız, bu cür bir slayd var. Yəni bu slaydın mənasını başa düşsək, burada bir alış-satış prosesinin necə olmasını, customer nə, supplier hansı əməliyyatları həyata keçirdiyini başa düşsək, bunları bizim əzbərləməyimizə heç bir ehtiyacımız yoxdur. Baxaq birinci sualda, görək doğru cavablar hansılardır? Supplier göndərir, quotation, supplier göndərir, sales invoice. 1, B, D. İndi, baxın, supplier nə göndərir? Quotation göndərir. Supplier nə göndərir? Sales order göndərir. Öz ambarlarına baxın, sales order, SO göndərir öz ambarlarına. Dərs izahında da qeyd olunmuşdur ki, purchase order ilə sales order adətən qarışıq düşür. Qarışdırır bunu ən çox tələbələr. Bu, belə yadınızda saxlayın ki, alış orderini müştəri yollayır. Satış orderini isə selling, sales. Hər ikisi S hərfi ilə başlayır. Bu supplier'dır. Supplier sales. Belə. Supplier selling departamenti sales order yollayır. Hamısı S-lə. Bu cür yadınızda saxlasaz, məncə daha sən yadınızda qalar. İkinci suala baxaq. A business operate a system whereby the sales and purchase module are integrated with the general ledger account. The bank and cash system isn't integrated with the general ledger account. Şərtdə deyir ki, alış və satış modulları inteqrasiya olunub. Amma bank və cash nağd sistem isn't integrated. İnteqrasiya olunmuyor. Və verilənlərin hansının jurnalda, hansının avtomatik qeyd olunacağını bizdən soruşur. Year-end adjustment to record an amount owing to a supplier for which an invoice hasn't been received. Bu jurnaldadır. Nəyə görə? Baxın, biz dərsimizi izah edəndə, kitablardan danışanda, Prime Interbook'da nə demişdik? Demişdik, jurnaldan nələri həyata keçirdirik? Unusual transactionları, correction of errorları, il sonu year-end adjustmentləri, bunların hamısını harada düzəliş edirik? Jurnalda düzəliş edirik. Okey, bu getdi jurnala, correction of errorlar. Harada dedik? Jurnalda dedik. Sales of goods on credit to a new customer. Yeni müştəriyə satılmış məhsul. Şərtdə deyir ki, sales and purchase module are integrated. Birbaşa inteqrasiya olunduğu üçün avtomatik qeyd olunacaq. Purchase of a motor vehicle for cash for long term use in the business. Biznesin uzun müddətli istifadəsi üçün alınmış bir motor vehicle-dır. Motosikildir və bizim biznes motosikl alışı ilə məşğul deyil. Bunu sadəcə şəxsi istifadəsi üçün aldığına görə biz bunu jurnalda qeyd edəcəyik. Amma bunun yerinə bizim biznesimizin satdığı hər hansısa bir məhsul olsaydı, necə ki, üçüncü variantda istifadə etdiyimiz, satdığımız hər hansısa bir məhsul idi, görürsünüz, avtomatik qeyd etdik. Yəni, əsas vəsaitin alışı, satışı, bunlar harada oldu? Jurnalda oldu. Correction of errorlar jurnalda oldu. İl sonu adjustmentlar harada oldu? Onlar da jurnalda. Cavabımız doğrudur. Keçək üçüncü sualımıza. Üçüncü sualda bizdən nə istəyir? Sadəcə true false istəyir. An accounting system allow management to monitor their spending in areas such as capital expenditure and payment of utility bills. Deyir ki, mühasibatlıq sistemi bir növü icazə verir ki, biz xərclədiyimiz kapitalı görək və ödənişlərimizi, payment utility, kommunal ödənişlərimizi görək. Bəli, sistemimiz bizə zaten icazə verir ödənişlərimizi hamısını görməyə. An accounting system allow management to place a market value on their business entity.
mühasibatlıq sistemi onun belə deyim, rəhbərliyə biznes bazar dəyərini bir növ tapmağın, bazar dəyərinin nə qədər olmasını göstərməsini icazə verir. Xeyr, biz mühasibatlıqda biz öz uçotumuzu həyata keçiririk. Bizim bazar dəyəri ilə nə əlaqəmiz var? Baxaq 4-cü suala. Hansını customer, hansını supplier göndərdiyi? Bunlara bayaq izahını verdim. Ona görə mən bunun üzərində çox dayanmaq istəmirəm. Sürətli şəkildə keçək. Quotation supplier göndərir. Goods dispatched note supplier göndərir. Sales invoice. Bayaq demişdim. S ilə başlayır. Sales invoice. Supplier göndərir. Baxın, sales invoice supplier sales departamenti öz belə deyim, ambarına göndərir ki, bu məhsullar yığılsın. Remittance advice customer göndərir. Remittance advice haqqında istəyirsinizsə qısa bir məlumat verim sizə. Remittance advice nədir? Slaydımızın üzərindən göstərim sizə. Baxın, customer'ın mühasibatlığı pulu ödəniş eləyəndən sonra bir remittance advice yollayır ki, supplier, mən sənin pulunu vurmuşam. Tamam, deyə bilərsiniz ki, mən zaten pulu vurmuşam. Niyə indirəm remittance advice yazım? Okey, tam ödəniş etdiyiniz halda mənasız sizə görünə bilər. Amma yarım ödəniş etmişsinizsə, məsələn 1000 manatlıq bir qaymə gəlibsə, faktura gəlibsə, siz bunun 500'ünü ödəmişsiniz. 500'ünü vurmamısınızsa, bir payment orderi zaten yollayırsınız. Bir dənə remittance advice yazırsınız ki, 1000 manatlıq qaymə yollamışam, mən bunun 500'ünün pulunu vururam. 500 manatı yoxumdur. Məsələn, gələn ay olacaq, gələn ay ödəniş eləyəcəm. Baxın, budur. Mənası bundan ibarətdir remittance advice-in. Variantlarımıza baxaq. Bu sualımız da doğrudur cavab. Digər sualımıza keçək. Nə deyir? 5-ci sualda which two of the following statement describes the purpose of a goods received note? Malların çatdırılması aktı bir növü. Baxın, gəlin slayd üzərindən gedək. Goods received note. Goods received note kim göndərir, kimə göndərir? Baxın, bu slaydı başa düşməyiniz üçün mən hər dəfə təkrar bu slaydı açıb bunun üzərindən sizə göstərirəm ki, siz bunu tam aydın şəkildə anlasaz, bunların heç birini əzbərləməyə ehtiyacınız yoxdur. Goods received notu warehouse, customer'ın ambardarı öz mühasibatlığına yollayır ki, bu məhsullar supplier tərəfindən mənə gəlib. Gəlin variantlar üzərindən incələyək. They provide internal evidence of the item delivered by a supplier. Təchizatçı tərəfindən çatdırılmış malların evidence sübutudur. Bəli, təchizatçı tərəfindən, baxın, supplier tərəfindən gələn maldır, onun sübutunu göstərir. Ensures the business only pays for goods that have been delivered. Biznes yalnız çatdırılmış mallar üçün ödəniş edir. Baxın, ambardar öz mühasibatlığına deyir ki, bu mallar mənə gəlib. Eyni anda supplier mühasibatlığı ona bir invoice yollayır ki, sənə bu malları göndərmişəm. Görürsünüz, yalnız çatdırılmış mallar üçün ödəniş etməsinə bir növ zəmin yaradır ki, çatdırılan malların ödənişini eləyəcəm mən. A, B. Variantımız doğrudur. Gələk digər sualımıza. Gələk 6-cı sualda nə deyir? Deyir ki, which of the following isn't a future of computerized accounting system? Kompüterləşmiş sistem, mühasibatlıq sisteminin isn't future, xüsusiyyətli deyil. Bu bir növü tam bir nəzəri sualdır. Study Hub-ın özünün içərisində hər bir mövzunun, yəni mövzu şəklində izahı var. O mövzu şəklində izahdan oxusaq, bax, D variantını ayrıca bir cümlə şəklində qara hərflərlə orada qeyd ediblər. Həmin cümləni də götürüb bir növ test kimi bizə saldılar. Multiple users can use the accounting software remotely. Mənası isə bunu verir ki, orada variantlar çoxdur. Yəni, mətndə cümlələr yazılır, onun future hansı xüsusiyyətləri var, xüsusiyyətlər olmaması var. Birdən çox istifadə mühasibat proqramında uzaqdan istifadə edə bilər. Baxın, bu onun xüsusiyyəti deyil. Uzaqdan istifadə etmək. Baxın, bu cümlə orada aydın bir şəkildə göstərir. Görək, variantımız doğrudurmu? Bəli. İndi keçək 7-ci sualımıza. Görək, 7-ci sualımızda bizdən nə istəyir? Sylvia has a business selling handmade children toys online.
Silvia uşaq oyuncaqları satışı ilə məşğuldur. Some of her customers, such as Michael, are well established retailers, and Silvia gives these customers 1 month's credit. Silvia records credit sales in a sales model, which is integrated with the general ledger account, so that credit sales are automatically posted to the sales and trade receivable ledger account. Silvia received an order from Michael. Silvia checked the inventory and confirmed acceptance of the order by a mail. A delivery note was produced showing Michael's address for the delivery, along with the quantity of each item sent. Following the delivery, an invoice was produced by the system and sent to Michael. Bu tipli bir misalın imtahanda düşəcəyini ümid etmirəm. Çünki çox böyükdür. Yəni imtahanda adətən xırda tipli bir şeylər düşür ki, tələbə onu rahat bir şəkildə yaza bilsin. Oxuduq, indi isə tərcüməsinə baxaq. Silvia deyir, onlayn uşaq oyuncaqları, əl işi, əl yapımı uşaq oyuncaqları satışı ilə məşğuldur. Belə bir biznesi var. Onun müştəriləri Michael, məsələn, yaxşı qurulmuş pərakəndə satıcılardır və ona bir aylıq bir növü kredit verir. Silvia kredit satışlarını satış modulunda qeyd edir. Baxın, deyir, Silvia records credit sales in a sales model, which hansı ki, inteqrasiya olunub. Deyir, hansı ki, inteqrasiya olunub və elə bil ki, onun borcları, satışdan debitor borcları avtomatik olaraq inteqrasiya olunsun, oraya hesaba yerləşdirilsin. Və Silvia Michael'dən sifariş alır. Silvia receipt qəbul edir Michael'dən. Silvia çek yoxlayır öz inventorsini, mallarını. Silvia öz inventorsini yoxlayır və öz delivery notunu produced showing göndərir Michael'ın adresinə və hər bir məhsulu çatdırılır. Çatdırıldıqdan sonra indi bizdən nə istəyir şərtdə? Hər bir məhsulunu çatdırdı. Okay. Şərtdə bizə deyir ki, to be reflect, necə elə bir reflect verir, reaksiya verir, sales and trade receivable accountları necə reaksiya verir? Variantlara baxaq. When the sales order was received from Michael, here. When Silvia confirmed acceptance of the order, yox. When the delivery note was issued. Nə vaxt ki, delivery note çatdı? Yox. When the sales invoice was produced. Axı şərtdə bizə nə deyir? Deyir ki, onun kredit satışları sales moduluna düşür. Ona görə nə edirsən? Sales invoice-ini hazırladığı halda, nə vaxt ki, sales invoice-ini hazırlayır, onu da avtomatik düşür ora. Bu da belə. Gələk digər sualımıza. Nə deyir? Oxuyaq, tanış olaq. Johan bought some goods on credit from Ludwig for $1,000. When nə vaxt the goods arrived at Johan's warehouse, it was discovered, kəşf edir ki, 20% of them were faulty, zədəli idi. The value of the faulty goods was 200. Dəyəri 200-dür zədəli malların. Ludwig had already sent an invoice of $1,000 for the goods, so issue a credit note to Johan for 200. Bunun üçün deyir, 200 manatlı ona bir kredit not yolluyor. Kredit notu kim yolluyurdu? Customer supplier'ə yolluyurdu. There was no sales tax or discount və endirimi də bura daxil etmirsən. Deməli, adam deyir ki, Johan 1000 manatlıq mal alıb kreditə və Ludwigdən alıb. Neyinək? Johan 1000 manatlıq mal alıb. Görək bunu necə yazılır ki, yazılışını. Nə deyir? Johan 1000 manatlıq mal alıb. 1000 manatlıq purchase edib bir növü. Düzdür? Onda yazırıq. Debit purchase Johan tərəfdən yanaşırıq. Nə qədər? 1000. Və Johanın nəyə yaranır və kredit alıb. 1000 manatlıq öhdəlik yaranır. Nisiyyət satış alıb da.
alış edib. Düzdür? Debit 1000 manat purchase, credit payable yaranır 1000 manat. Sonra şərtdə nə deyir? Sonra deyir ki, adam mənim was discovered kəşf edir ki, 20% malı zədəlidir. 20% malın dəyəri nə qədərdir? 200 manat, 200 dollar dəyərindədir. Və Ludwig ona 1000 dollarlıq qayməni avtomatik yollayıb. İndi nə etməlidir? Bir kredit not qurmalıdır ki, davay bunun 200 dollarını geri götür. Onda bunun elə bil ki, bir növ yazdığımızın tamam əksini yazmalıyıq da biz. Kim yolluyor? Ludwig has ordered sent invoice so issued the credit note was on. There was no sales tax or sale. What would be correct journal entry? Ludwig General Ledger to reflect to credit customer. Biz Johan tərəfindən yanaşdıq məsələyə. Okey. İndi bir də Ludwig tərəfindən yanaşıq. Ludwig tərəfindən yanaşsaq necə olacaq? Ludwig nə edəcək? Ludwig də deyir ki, mən 1000 manatlıq mal satmışam. Mənim receivable-ım 1000-dir. Məndən 1000 manatlıq nə gedir? Satış gedir. 1000 manatlıq satış eləmişəm. Satışıma da nə yazıram? Yazıram bura 1000. Düzdürmü? İndi şərtdə deyir ki, yəni debit kredit açacağam. Şərtdə nə deyir bizə? Şərtdə deyir ki, Ludwig tərəfdən yanaş məsələyə. Baxın, what would be correct journal entry Ludwig General Ledger account. Ludwig tərəfdən yanaşanda bu yazdığımızın əksini yazacağıq bir növü. Kreditdə receivable-ımız debitli idi, bayaq artmışdı. Biz receivable-a azaltmaq istəyirik də. Receivable-a yazırıq onca 200, receivable-ımız azaldı. Salesimiz də bayaq orada artırdı. Salesimizi də onda buradan yazacağıq 200. Satışımızı da 200 qədər azaldacağıq. Doğru cavabımız nə olacaq? Debit sales, credit receivable. Belə bir variantımız var. Debit sales, credit receivable. 200, 200. Okey. Bu da doğru oldu. Bugündür, yəni mövzumuz bu qədər. Sağ olun, gələn dərs izahlarına qədər.